4 həftəyə qırış, məsamə və ləkələr həqiqətən tək kremlə dəyişə bilər. Mən bunu Auralin Anti-Age kremi ilə test etdim. İndi isə prosesi sizə göstərirəm. Gün 1. 2 gün əvvəl bunu videomda paylaşmışdım və 3 həftə ərzində istifadə etdiyim Auralin Anti-Age krem haqqında danışmışdım. O videodan sonra isə çox mesaj aldım. Ən çox verilən sual isə bu idi. Həqiqətən 3 həftəyə dəridə bu qədər fərq hiss etmək mümkündür. Çığı mən də əvvəllər dəri baxım məhsullarına biraz tərəddüdlə yanaşırdım. Çünki reklamlarda böyük nəticələr göstərilir, amma real həyatda eyni effekti görmək həmişə mümkün olmur. Son həftələrdə isə Auralin Anti-Age krem gündəlik dəri baxım rutinimə əlavə etdim və nəticəni diqqətlə izləməyə başladım. Kremin tərkibində peptid kompleksi, hialuron turşusu, retinol və Q10 kimi aktiv komponentlər var. Bu maddələr dərinin elastikliyini dəstəkləməyə, dəri tonuna daha balanslı göstərməyə və dərinin ümumi görünüşünü yaxşılaşdırmağa kömək edir. Bir neçə həftədən sonra isə ən diqqətimi çəkən şey dərinin ümumi görünüşündə olan dəyişiklik oldu. Dəri daha canlı və təravətli görünür, məsamələr daha az nəzərə çarpır, mimiki xətlər yavaş-yavaş yox olmağa başlayır. Dəri tonu daha bərabər görünür və üz ümumi olaraq daha sağlam və baxımlı təsir bağışlayır. Əgər dəri baxımı mövzusu sizin üçün də maraqlıdırsa və bu Skin Challenge davamını görmək istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın. Və əgər bu video faydalı oldusa, onu paylaşaraq başqa insanların da görməsinə kömək edə bilərsiniz.